Yan dəstədən belə bir maraqlı suala baxaq. ABCD trapeziyasında ABD bucağı, yəni bunu alfa desək, BCD bucağına, yəni bu alfaya bərabər olacaq. Aydındır ki, daxili çarpaz bucaqlara görə bura beta olsa, burada beta olacaq. Bu bucağa qamma desək, aydındır ki, bu bucaqda qamma olacaq. Aydındır ki, bu iki üçbucaq oxşardır. Oxşar üçbucaqlarda uyğun bucaqlar qarşısında mütənasib parçalar durur. BC 12, BD 15, AD X desək və birinci üçbucaqda, yəni AB D üçbucağında alfanın qarşısında duran tərəfin, digər üçbucaqda, yəni BCD üçbucağında alfanın qarşısında duran tərəfin nisbəti 15-in nisbəti bərabər olacaq. ABD üçbucağında qamma bucağın qarşısında duran tərəfin 15-in, BCD üçbucağında qamma bucağın qarşısında tərəf olan nisbəti bərabər olmalıdır. Buradan da 12x bərabər olacaq 15 buray 15-ə. Hər tərəfi 3-ə bölsək, bura 4, burada 3. Demək 4x bərabər olacaq 75-ə. Buradan da x bərabər olacaq 18.75-ə. Doğru cavab D bəndi.